والصلاة والسلام على رسول الله وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم إنا نسألك علما نافعا ورزقا طيبا وعملا متقبلا. اللهم افتح علينا فتوح العارفين واجعلنا من الذين يتعلمون وينتفعون وينفعون الآخرين، ولا تجعلنا من الغافلين والجاهلين، آمين يا رب العالمين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu aziz Müslüman bazı ve kardeşlerim. Allah'ın izniyle bu dersimde dininden aslı olmayarak Bismillah deyip İslami usullara göre kesilen et halaldır diyen başta Ebu Hanzala olmakla o cümleden de onun mövqeyinde olan istisnasız her bir kese reddiye vereceğim. Ders bir neçə hisseden ibaret olacak. Her bir hisse Allah'ın izniyle tertibli şekilde birbirini tamamlamış olacak. Ve indiden de nəsihətim budur ki, bu dersi dinleyen kardeş ve bacılarıma, bu hisseden sonraki hisseleri de, seriyaları da dinlesinler. Ki ola bilər ki, birinci hissede qeyd etmediğim, vaxt sebebiyle qeyd etmediğim bazı məqamları, həm də çox mühüm məqamları ikinci və yaxud da üçüncü, yaxud da dördüncü hissədə qeyd edə bilərəm. Ona görə fayda tam hasil olsun deyə bu mövzuda buraxacağım bütün dərsləri ardıcıllıqla dinləməyi hər bir kəsə tövsiyə edirəm. İndi isə gəlin keçək mövzuya. Baxaq görək Ebu Hanzalaya kesilən ətlərin halallığı və yaxud da haramlığı haqqında verilən sual necə bir sualdır? Selamünaleyküm hocam. Aleykümselam, hoş geldiniz. Hoş bulduk. Teşekkürler. Nasılsınız? İyisiniz? Allah razı olsun. Siz nasılsınız? Elhamdülillah. Allah razı olsun. Allah afiyet versin. Ben Van'dan katılıyorum hocam. İsmim Hoş Celil. geldiniz. Ya hocam benim bir sorum olacaktı. Benim sorum şudur. Şu et meselesidir. Etle ilgili bir hüküm var. Diyorlar şu etleri yenmez mi? Şu mürtetlerin eti yenmez. Bunun hakkında bana bir cevap verir misiniz? Peki. Yani ben bununla ilgili çok uzun bir konuşma yapmıştım aslında. Onu dinlemeni önerebilirim sana. Şimdi Kur'an-ı Kerim'e ve Peygamber sallallahu aleyhi ve sellem'in sünnetine baktığımız zaman şunu görürüz. Kur'an-ı Kerim'in etlerle ilgili zikretmiş olduğu hüküm şudur. Bir, Allah der ki Allah'ın adının anılmadığı etleri yemeyin. Allah'ın adının anılmadığı etleri yemeyin. İki, Kur'an der ki putlara kesilen, nusup dediğimiz putlara kesilenlerin şeyini yemeyin. Etini yemeyin. Üç, Kur'an der ki leş olanları yemeyin. Yani kendi kendine ölen, bir kesime tabi tutulmayanları yemeyin. Kur'an'da Allah Celle Celaluhu etle ilgili bu kadar tafsilatlı hüküm indirmişken ve bu konuyu tafsilatlı bir şekilde beyan ettiğini de söylemişken Allah size haram kıldıklarını tafsilatlı bir şekilde beyan eder dediği etlerle ilgili bağlamda bunu söylüyor Allah Azze ve Celle. Kesenin kimliğiyle alakalı Allah Celle Celaluhu bize hiçbir şey söylememiştir. Yani kesen Müslüman, kesen müşrik, kesen mürted, kesen şu, kesen bu Allah Celle Celaluhu bize bir şey söylememiştir. Bize 3 tane şart getirmiştir bununla alakalı olarak. Peygamber Aleyhisselatü Vesselam döneminde genelde müşrikler putlara kestikleri için ve leş yedikleri için Allah Resulü sallallahu aleyhi ve sellem ve sahabe onların etlerini yememiştir veya onların etlerine karşı şey davranmışlardır. Temkinli davranmışlardır, emin olmak istemişlerdir. Ama günümüzde Müslüman olsun olmasın, insanlar İslam'ın hassasiyetlerini gözeterek et kestikleri için, putlara et kesmedikleri için, kabirlere, türbelere et kesmedikleri için veya bu şartların tahakkuk ettiğini bildiğimiz şeyler varsa bunları yiyebiliriz. Sonraki gelen dönemlerde Peygamber Aleyhisselatü Vesselam dönemindeki o etlere karşı gösterilen hassasiyetin müşriklerin kestiği etlerin kesinlikle yenilmeyeceği anlamında olduğunu düşünmüşlerdir. Ama bu doğru bir yaklaşım değildir. Çünkü zaten müşrikler kestikleri zaman putlara kesiyorlar. Eğer mesele din meselesi olsa, yani Müslüman olmadığı için kestikleri yenilmese Allah Yahudi ve Hristiyanların kestiklerini şey etmezdi, istisna tutmazdı. Yahudi ve Hristiyanlar putlara kesmedikleri için onları kestiklerini yiyoruz. Allah'ın adını andıkları için yiyoruz ve İslami usullere göre kestikleri için. Yahudi ve Hristiyan bile olsa İslami usullere kesmese yine yemiyoruz. İsa adına kesse yine yemiyoruz. Yani putlar adına kesse yine yemiyoruz. Onun için bütün bu nasları yan yana getirdiğimizde kesenin kimliğinden ziyade nasıl kestiği ve hangi usulle kestiği önemlidir. İslami usullere göre kesilmiş her et Allah Azze ve Celle'nin doğrusunu bilir, helaldir.
Ha, bu konu fıkhi bir tartışmadır. İhtilaf var bu konuda. Alimler naslardan kaynaklı bir ihtilafa düşmüşler ama bu herhangi bir fıkhi ihtilaftan farklı olan bir ihtilaf değildir. Teşekkürler. Allah razı Eyvallah. olsun. Allah razı olsun sizden de. Eşitdiyiniz kimi Abu Hanzalaya belə bir sual verilir. Mürtədlərin kəsdikləri ətləri yemək olarmı? Mürtəd, baxmayaraq ki, sual verən kəs mürtədin kəsdiyi ət haqqında soruşur, Abu Hanzala müşrik və mürtədin arasında heç bir fərq qoymadan özünə verilən sualı cavablayaraq deyir ki, əgər belə birisi ümumiyyətlə də kim olursa olsun, Bismillah deyib İslam üsullara görə kəsərsə, o zaman belə birisinin kəsdiyi əti yemək olar. Halbuki mürtədin kəsdiyi ətin yeyilməməsində alimlərin ittifaqı var. Bu məsələdə müxalif olanlar isə şaz sayılırlar və heç bir şəkildə mürtədin kəsdiyi ət şaz olan bir-iki nəfərə görə halal sayılmır. Çünki mürtədin halı müşrikdən daha acınacaqlı və daha bərbaddır. Baxmayaraq ki, istər müşrik olsun, istər də mürtəd olsun, heç birinin kəsdiyi ət halal olmaz. Əksinə haram sayılar, haram etibar olunur. Amma yenə də şəriətə görə alimlər bu ikisinin arasını ayıraraq hökm verdikləri üçün Abu Hanzala da eyni mənhəcdə bu ikisinin arasında, yəni fərq qoyaraq gerəkən doğru cavabı verməli idi. Müşrik və mürtəd. Bu iki termin arasındakı, yəni tərif baxımından, yəni fərq nədədir yəni? O fərqi indi görməyə çalışacaq Allahın izni ilə. Bu iki termin arasındakı fərqi. Müşrik Allaha şərik qoşan, yeganə yaradıcı ilə bərabər başqa varlıqlara, bütlərə və ya tamam fərqli batil qüvvələrə ibadət edən şəxsdir. O, İslam dininə heç vaxt daxil olmamışdır. Mürtəd, yəni mürtəd isə müsəlman olduqdan sonra öz istəyi ilə dinini tərk edən, dindən çıxan şəxsdir. İslam dinini tərk edən şəxsdir. Bu, həm açıq şəkildə mən İslam dinini tərk edirəm, yaxud da tərk etdim, dindən çıxdım deməklə, həm də ki, İslamın qəti bir hökmünü inkar etməklə ola bilər, baş verə bilər. Müsəlman olduqdan sonra Allaha şərik qoşan şəxs yəni mürtəd adlanır. Müsəlman olduqdan sonra Allaha şərik qoşan şəxs İslam hüququna, yəni fiqh elminə görə də mürtəd adlanır. Yəni ümumən bu insan kafir etibarı olur. Yəni inanc etibarı ilə bu insan kafirdir. Kafirdir. Lakin termin olaraq bu kimi insana, hansı ki öncə müsəlman idi, sonra isə İslamdan çıxdı, hər hansı bir şəkildə ya şirk qoşaraq, ya inkar edərək bu insanın adı fıkha görə, fiqh elminə görə mürtəd adlanır. Mürtəddir bu insan. Baxmayaraq ki, tövhid alimləri də, əqidə alimləri də belə birisini müşrik kimi, məsələn, əgər şirk qoşaraq çıxıbsa, yaxud da hansı bir küfrü edərək çıxıbsa, onu mürtəd kimi, kafir kimi qeyd etdikləri kimi, mürtəd kimi də qeyd edirlər. Özəlliklə mən onu vurğulamaq istəyirəm ki, fıqh elmində belə bir insanın itlaq olunan, aid edilən ad mürtəd terminidir, mürtəd adıdır. Bu şəxs eyni zamanda şirk etdiyi üçün inanc baxımından müşrik və kafir sayılsa da, onun yəni rəsmi statusu və hüquqi adı,
Yəni mürtəddir. 2. Müşrik və mürtədin kitab əhli ilə əlaqəsi. Nədir əlaqəsi? Yox, yəni varmı əlaqəsi? Müşrik və mürtədin kitab əhli ilə əlaqəsi varmı, yoxsa yoxdur? Varsa necə bir əlaqədir? Hər bir müşrik kafirdir. Amma hər bir kafir müşrik deyil. Məsələn, Yahudilər və Xristiyanlar kitab əhli sayılırlar və bütpərəst müşriklərdən də fərqlənirlər. Kitab əhli ilə bütpərəst müşriklər arasındakı bu fərqlənmə kitab əhlinin iman gətirdikləri əsas səmavi din mənşəyi ilə əlaqəlidir. İslam hüququ və əqidəsi, yəni İslam hüququ dedikdə fıqh elmini nəzərdə tuturam. Fıqh və əqidə elmləri etibarilə hər iki qrup İslamı qəbul etmədiyi üçün kafir adlanırlar. Fıqh elminə və əqidə elminə görə hər iki qrup İslamı qəbul etmədiyi üçün kafir adlanır. Lakin Qur'an-ı Kərim onlara yanaşmada çox mühüm bir xətt çəkir. Bu fərqlənmənin əsas səbəblərini 3 sadə bəndə izah edə bilərik. Birincisi, kitab əhlində səmavi kitab və peyğəmbər kökünün olmasıdır. Kitab əhli, Yahudi və Xristiyanların dinlərinin əslində Allah tərəfindən göndərilmiş səmavi bir kitab. Tövrat və İncil və haqq peyğəmbərlər, Musa və İsa peyğəmbərlər və s. başqa peyğəmbərlər dayanır. Yəni, kitab əhlinin, yəni, Yahudi və Xristiyanların dinlərinin əslində nə dayanır? İki şey dayanır. Müqəddəs kitablar, təhrif edilmiş müqəddəs kitablar, daha öncədən Tevrat və İncil və peyğəmbərlər, Musa, İsa sallallahu aleyhi və səlləm və digər peyğəmbərlər dayanır. Onlar zamanla öz kitablarını və inanclarını dəyişdirib şirkə düşsələr də, əslində tək olan Allaha, peyğəmbərlərə, mələklərə və axirət gününə inanırlar. Bütpərəst müşrikləriz. Onların dininin heç bir səmavi mənşəyi, ilahi kitabı və ya tanıdıqları bir peyğəmbərləri yoxdur. İman etdikləri bir peyğəmbərləri yoxdur. Onlar birbaşa daşlara, bütlərə, aya, günəşə və ya təbiət qüvvələrinə ilahi xüsusiyyətlər verərək onları ibadət edirlər və yaxud da ibadət etməsələr də inanırlar, bu cür inanırlar. Onları Allaha şərik qoşaraq inanırlar. Onların özlərini ilahlaşdırırlar. 2. Kəsim əsnasında Allah inancı. İkinci mühüm məsələ nədir? Kəsim əsnasındakı Allah inancıdır. Kitab əhli, Yahudi və Xristiyanlar heyvan kəsərkən və yaxud da ümumi həyatlarında kainatı yaradan tək bir Allaha inanaraq hərəkət edirlər. Hətta onların inanc daxilində, yəni öz inancları daxilində Allaha şərik qoşsalar belə, onların zehnindəki Allah anlayışı əsr etibarıyla onların səmavi dinlərindən gəlir. Bu səbəbdən Allah onların kəsdiyini müsəlmanlara halal etmişdir. Bütpərəst müşriklər, onlar heyvanı mütləq şəkildə öz bütlərinin uydurduqları ilahların adı ilə və ya heç bir ilahi şuur olmadan kəsirlər. Üçüncü mühüm məqam, İslamın onlara tanıdığı hüququ status. Yəni, kitab əhlinə. Qur'an-ı Kərim bu iki qrupa fərqli hüquqlar tanıyır. Yəni, kitab əhlinə. Müsəlman bir kişinin kitab əhlindən olan
iffətli bir qadınla evlənməsinə və onların kəsdiyi əti yeməsinə icazə verir Uca Allah. Maidə surəsinin 5-ci ayəsində bu net bir şəkildə açıqlanmışdır, bəyan edilmişdir. Həmçinin İslam dövlətində onlara zimmi, yəni himayə olunan vətəndaş, yəni İslam dövlətinin tərkibində həmin o dövlətin himayəsi altında yaşayan vətəndaş statusu verilir. Və dinlərini sərbəst yaşamalarına onlar üçün şərait yaradılır. Maidə surəsinin 5-ci ayəsində Uca Allah bu barədə belə buyurur. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. El-yevme uhille lekumut-tayyibat. Bugün pak nemətlər sizə halal edilmişdir. Və ta'amul-lezine utul kitabe hillul lekum. Kitab əhlinin kəsdikləri sizə və ta'amukum hillun lahum. Sizin də kəsdikləriniz kitab əhlinə halaldır. Bu, yəni kitab əhlinə Allah Azze ve Celle'nin kitab əhlini tanıdığı statuslardan biridir ki, yəni bu onların kəsdiyi ətin yeyilməsi müsəlmanlar üçün icazəlidir. Onların kəsdiyi ət müsəlmanlar üçün halaldır. Bu onlara verilən birinci hüquqi statusdur. Bir güzəşdir. Və ta'amullezine utul kitabe hillul lekum və ta'amukum hillul lahum. Kitab əhlinin kəsdikləri sizə, sizin kəsdikləriniz isə kitab əhlinə halaldır. Bu birinci güzəş, birinci hüquqi status onlar üçün, kitab əhli üçün. وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ. Möminlərin həmçinin sizdən əvvəl kitab verilmişlərin, yəni Yahudi və Xristiyanların azad və ismətli qadınları mehirlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və lə muttəxizi əxdən və aşna saxlamadığınız təqdirdə nədir? Evlənmək üçün sizə halaldır. Evlənmək üçün sizə halaldır. Yəni Allah Azze ve Celle burada nə etdi? Kitab əhlinə ikinci bir hüquqi status verdi, bir güzəş verdi ki, müsəlmanlar onlardan iffətli olan, azad iffətli olan, ismətli olan qadınlarla, namuslu qadınlarla evlənə bilər. Evlənə bilərlər. وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ. Kim imanı danarsa, onun bütün işləri boşa çıxar. Bütün əməlləri boşa çıxar. وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Və o, ahirətdə zərər çəkənlərdən olar. Maidə surəsinin 5-ci ayəsi hər kəs açıb oxuya bilər. Burada kitab əhli üçün iki hüquqi status tanınır. Birincisi, onların kəsdikləri müsəlmanlar üçün halaldır. Necə ki, müsəlmanların da kəsdiyi ətlər onlar üçün halaldır. Eyni ilə də müsəlmanlar onlardan yəni iffətli, namuslu qadınlarla evlənə bilmək icazəsi
Müşriklere geldikdə isə Bəqərə surəsinin 221-ci ayəsinə görə müsəlmanların bütpərəst müşriklərlə evlənməsi qəti qadağandır. Və həmçində onların kəsdiyi ətlər Maidə surəsinin 3-cü ayəsinə görə leş ölü hökmündədir. Yəni sayılır. Uca Allah Bəqərə surəsinin 221-ci ayəsində belə buyurur. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və la tenkihul müşrikati hatta yu'min. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Uca Allah deyir. Açıq aşkar. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Və la əmətun mu'minətun xeyrun min müşrikətin və ləv ə'cəbətkum. Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Yəni, mömin bir kənizlə evlənmək, müşrik bir qadınla evlənməkdən daha yaxşıdır. وَلَا تُنْكِحُ الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَا عَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ. Müşrik kişilərə də iman gətirənə qədər mömin qadınları ərə verməyin. Müşrik bir kişi xoşunuza gəlsə belə وَلَا عَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ. Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Ulaike yed'un ilen-nar. Onlar, yəni kimlər? Müşrik qadın və müşrik kişilər. Hara çağırırlar? Yed'un ilen-nar. Cəhənnəmə çağırırlar. Vallahu yed'u iləl-cənnəti vəl-məğfirəti bi'izni. Allah isə öz izni ilə cənnəti və məğfirəti çağırır. Və yubeyyinu əyatihi linnəsi ləalləhum yetədəkkərun. Və uca Allah insanlar üçün ayələrini bəyan edir ki, bəlkə insanlar düşünüb ibrət alarlar. Gördüyünüz kimi, baxmayaraq ki, Yahudi və Xristiyanlar da kitab əhli də müşriklər, özdə bugün yox, dünən də yox. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanından müşrikdilər. Buna baxmayaraq Allah azze və cəllə Yahudi və Xristiyanların qadınlarıyla, yəni onlardan olan qadınlarla, qızlarla evlənməyi bizə icazəli görür, halal görür. Eyni zamanda kəsdiklərini də yeməmizi halal görür, buna icazə verir. Lakin onlardan olmayan, Yahudi və Xristiyanlardan olmayan müşriklərin yəni qadınları ilə nə qadınları ilə, nə də kişiləri ilə evlənməyi Allah Teala bizə icazəli görmür. Halal görmür. Yəni bir Yahudi və Xristiyanlardan olmayan bir müşrik qadınla evlənmək olmaz. Bəqərə surəsinin 220-ci ayəsinə görə, eyni zamanda da Bəqərə surəsinin 220-ci ayəsinə görə Yahudi və Xristiyandan olmayan, kitab əhlindən olmayan bir müşrikə qız da, yəni müsəlmanlar müsəlman bir qadını da ərə verə bilməzlər. Sadə bir misalla bunu daha da belə bu məsələni başa salmaq olar Allahın izni ilə. Bunu yəni Yahudi kitab əhli ilə müşriklərin arasındakı bu fərqi bir məktəb nizamnaməsi ilə müqayisə edə bilərik. Kitab əhli məktəbin köhnə qeydiyyatda olan
Düşünək ki, fərz edək ki, kitab əhli məktəbin köhnə qeydiyyatda olan şagirdləridir. Onlar dərsliklərə malikdirlər, qaydaları bilirlər, lakin dərslərdən keçiriblər. Yəni yollarını azıblar. Bütpərəst müşriklər isə bu məktəbdə heç vaxt qeydiyyatdan keçməyiblər. O məktəbin qayda qanunlarını da bilmirlər, heç vaxt da bilməyiblər. Dərslikləri və müəllimləri də ümumiyyətlə heç vaxt tanımayıblar. Yəni, nə bu məktəbdə qeydiyyatda olmayan, nə o məktəbdəki qayda qanunları, o məktəbdəki dərslikləri, müəllimləri ümumiyyətlə tanımayan tamamilə kənar şəxslər. Ona görə deyirik ki, kitab əhli nəyə dayanır? Onlar nəyə dayanır? Onların dayandığı şey səmavi dindir. Ki, onlar öz köklərində, əsillərində tək Allahlığa, peyğəmbərlərə, axirət gününə inanırlar. Lakin kitab əhlindən olmayan yerdə qalan bütün kafir və müşriklər onların kökündə, onların inanclarının kökündə əslində belə bir inanc yoxdur. Belə bir təsəvvür yoxdur. Mürtəd isə heç bir kateqoriyaya sığmır. Mürtəd. Bir müsəlman dindən çıxıb Hristiyan və ya Yahudi olsa belə, o İslam hüququnda, yəni fıqh elmində kitab əhli sayılmır. Yəni kitab əhlindən sayılmır. Müsəlmandır, dindən çıxıb getdi, Yahudilik və Hristiyanlığı qəbul etdi. Bu, İslama görə, şəriətə görə, yəni İslam fıkha görə belə bir insan kitab əhlindən sayılmır. O birbaşa mürtəd hökmündə qalır. Bu məsələdə də müxalif olan bir-iki nəfər şəxs sayılaraq heç bir şəkildə görüşləri qəbul edilmir. Ola bilər ki, alimlərdən bir-iki nəfər var ki, şaz bir görüş atır ortaya bu məsələdə. Məsələn, deyirlər ki, mürtəd İslamı tərk edən yəni öncə müsəlman idi, daha sonra İslamı tərk elədi, mürtəd oldu, sonra getdi Xristiyanlığı və Yahudiliyi qəbul elədi. O Yahudiliyi qəbul edirsə onlardan sayılır. Xristiyanlıq qəbul edilirsə onlardan sayılır. Bu şaz bir görüşdür, qəbul edilmir. Şaz bir görüşdür, qəbul edilmir. Etibarlı bir görüş deyil. Və ixtilaf olaraq da etibar olunmur. Əsla və əsla. Bunu inşallah daha sonraki seriyalarda daha təfsilatlı şəkildə inşallah qeyd edəcəm. Nəticə etibarıyla müşrik və mürtəd istər Bismillah deyib kəssin, istər də Bismillah demədən kəssin, istər də Allah üçün Bismillah deyərək kəssin, heç bir halda nə müşrikin, nə də ki mürtədin kəsdiyi müsəlmanlar üçün halal ət sayılmaz. Əsla və əsla. 14 əsr boyunca bu İslam ümmətinin mövqeyi və real həyatda Quran və sünnətə dayanaraq ət məsələsində tətbiq etdikləri bir mövqe olub. Əbu Hanzala və onun görüşündə olanlar isə bu 14 əsri və onun reallığını görməməzlikdən gələrək deyirlər ki, kimliyindən, dinindən asılı olmayaraq kim Bismillah deyib İslami üsullara görə heyvan kəsərsə, o zaman onun kəsdiyi ət halal sayılar. İstər müşrik olsun, istər mürtəd olsun, istər ateist olsun, kim olursa olsun. Bu isə tamamən sırf hərfi mənada şəriətə, Quran və sünnəyə, sələf salihin mövqeyinə, mənhəcinə tamamilə müxalif bir mövqe və mənhəcdir, yoldur. Mürtəd və müşrik,
mövzusunun üzərində durmağımın əsas səbəblərindən biri də budur ki, 14 əsr boyunca İslam ümmətinin real həyatında olmayan, yaşamadıkları bir həqiqəti fıkhı bir görüş olarak itibar etmedikleri bir mövqeyi ve görüşü bugün Ebu Hanzala ve onun düşüncesinde olanlar hiçbir şer'i delile dayanmadan sanki yaşanan veyahut yaşanabilen fıkhı bir görüş ve itibar edilebilecek doğru bir mövqe kimi görerek bu kimi siniflerin Müslüman veya kitap ehlinden olmadıkları halda Bismillah deyip İslam üsullarına göre kesecekleri etin halal ya da kestikleri etin halal olması fetvasını vermeleridir. Eğer müşrik veyahut mürtedin o cümleden kitap ehlinden olmayan kafirlerin Bismillah diyerek kestikleri et Müslümanlar için halal sayılabilirdiyse, yani halal sayılması mümkün olsaydı, o zaman ne için? Yani bu kimi praktikanın 14 əsr boyunca Muhammed sallallahu aleyhi ve sellem'den başlayarak daha sonra sahabelerin, sonra ise tabiinlerin, sonra ise etba'ut tabiinlerin, yani tabiinlerden sonra gelip onlara tabi olanların ve ta bu günümüze kadar onlardan sonra gelenlerin hayatlarında qəti şekilde hiçbir əsərə əlaməti ve əsli yoktur. Ve hiçbir vakti olmayıp. Ne için? Yoksa ki Ebu Hanzala ve onun düşüncesinde olan her bir kez iddia etmek istəyir ki İslam ümməti belə bir əsassız praktikanı yaşamadıkları için et barəsində olan dəlilləri anlamayıblar ve ona göre de bu kimi siniflerin kestikleri eti yeməyiblər. İster et barəsində, ister de diğer şer'i mevzularda Allah'ın elçisi Muhammed sallallahu aleyhi ve sellem'den, onun sahabelerinden, Allah onların hamısından razı olsun, radiyallahu anhum ecmaîn, ve onlardan sonra gelen tabi'in ve etba'ut tabi'inlerden mevcut olan delilleri ele alarak, kim bu barədə olan nasları daha doğru anlayıp ve daha doğru değerlendirə bilər ki? Eğer bu kimi siniflerin kestikleri et, Bismillah diyerek İslami üsula göre kestikleri takdirde halal itibar edilebilirse, halal itibar edilmesi mümkün olsaydı, o zaman ne için bütün İslam ümmeti 14 əsr boyunca bunu tətbiq etmediler? Ne için İslam ümmeti 14 əsr boyunca bunu tətbiq etmedi? Ne için özlerine zulmettiler? Ne için İslam ümmeti et barəsində olan ayet ve hadisleri Ebu Hanzala ve onun düşüncesinde olanlar kimi değerlendirerek onların verdikleri fetva kimi ya da həmin fetvanın eynisini vererek özlerine bu kimi çətinlikdən niye göre kurtarmadılar ki? Eğer çətinlik adlandırmaq mümkündürsə tabii ki. 14 əsr boyunca ümmetin yani bir zəlalət ve hata üzerine olması mümkündür mü? 14 əsr boyunca 14 əsr boyunca necə ola bilər ki 14 əsr boyunca devamlı bir şekilde İslam ümməti belə bir məsələdə belə bir mövqeye, değişilmez bir mövqeye sahip olsun ve bu mövqeyini hiç değiştirmesin. Böyle bir şey mümkündür mü? Əsla ve əsla mümkün değil. İndi ise gelin yine de Ebu Hanzala'nın özüne verilen sualın cevaplandırdığı birinci hisseye inşallah kulaq asaq. Daha sonra inşallah kulaq astıktan sonra elmi şekilde gereken reddiyeni Ebu Hanzala'ya verək. Peki. Yani ben bununla ilgili çok uzun bir konuşma yapmıştım aslında. Onu dinlemeni önerebilirim sana. Şimdi Kur'an-ı Kerim'e ve Peygamber sallallahu aleyhi ve sellem'in sünnetine baktığımız zaman şunu görürüz.
Kur'an-ı Kerim'in etlerle ilgili zikretmiş olduğu hüküm şudur. Bir, Allah der ki Allah'ın adının anılmadığı etleri yemeyin. Allah'ın adının anılmadığı etleri yemeyin. İki, Kur'an der ki putlara kesilen, nusup dediğimiz putlara kesilenlerin şeyini yemeyin. Etini yemeyin. Üç, Kur'an der ki leş olanları yemeyin. Yani kendi kendine ölen, bir kesime tabi tutulmayanları yemeyin. Kur'an'da Allah Celle Celaluhu etle ilgili bu kadar tafsilatlı hüküm indirmişken ve bu konuyu tafsilatlı bir şekilde beyan ettiğini de söylemişken Allah size haram kıldıklarını tafsilatlı bir şekilde beyan eder dediği etlerle ilgili bağlamda bunu söylüyor Allah Azze ve Celle. Kesenin kimliğiyle alakalı Allah Celle Celaluhu bize hiçbir şey söylememiştir. Yani kesen Müslüman, kesen müşrik, kesen mürted, kesen şu, kesen bu Allah Celle Celaluhu bize bir şey söylememiştir. Bize 3 tane şart getirmiştir bununla alakalı olarak. Bəli. Sizin de eşitdiyiniz kimi Ebu Hanzala verilən suala, özünə verilən suala belə bir cavab verir. Sanki Qurana və sünnəyə dayanaraq Ebu Hanzala kəsənin kimliyi barəsində Allah tərəfindən heç bir hökm olmadığını əsaslandırmağa çalışır. Bu hissədə verdiyi cavabda Ebu Hanzala nə etməyə çalışır? Yəni onu etməyə çalışır ki, sanki uca Allah nə Qur'an-ı Kərimdə, nə də sünnədə kəsənin kimliyi ilə bağlı bizə heç bir şey bildirməyib. Qur'anda bunu Maidə surəsinin 3-cü ayəsi ilə isbatlamağa çalışır. Bu ayəyə dayanaraq belə deyir, üzərində Allahın adı çəkilmədiyi ətləri yeməyin, bir, bütlər üçün kəsilən ətləri yeməyin, iki, üçüncüsü də leş olanları yeməyin. Yəni, öz-özünə ölənləri, bir kəsimə tabi tutulmayanları yeməyin. Uca Allah Ebu Hanzala qeyd edir ki, bu 3 dənə məqamı yaxud da onun dili ilə desək, 3 şərti bəyan etdikdən sonra deyir ki, uca Allah ətlərlə bağlı bu qədər təfsilatlı hökm vermişkən, kəsənin kimliyi ilə bağlı bizə heç bir şey beyan etmədi. Bu qədər təfsilat, ətlərlə bağlı bu qədər təfsilatlı hökm verdikdən sonra nə əvvəlində, nə sonunda, nə də ortasında, yəni kəsənin deyir kimliyi ilə bağlı bizə heç bir şey bildirmədi. Yəni kəsən müsəlman, kəsən müşrik, kəsən mürtəd, kəsən şu, bu olması lazımdır deyə Allah Teala bizə heç bir şey bildirmədi. Allah bu barədə bizə heç bir şey demədi. Belə bir iddia ilə Ebu Hanzala özünə sual verən kişiyə cavab verir. İndi isə gəlin baxaq görək, həqiqətən uca Allah bu barədə kəsənin kimliyi haqqında Qur'an və sünnədə, lakin bu seriyada, bu hissədə, dərsimizin bu hissəsində özəlliklə Qur'anda, çünki tərtiblə gedirik Allahın izni ilə, nəsə deyib, yoxsa ki Ebu Hanzala və onun düşüncəsində olan hər bir kəsin iddia etdiyi kimi həqiqətən uca Allah bu barədə Qur'an və sünnədə heç bir şey deməyib. Maidə surəsinin deməli 3-cü ayəsindəyik. Maidə surəsinin hələ ki 3-cü ayəsindəyik. Çünki Ebu Hanzala da özünə verilən sualı bu ayənin üzərindən verib, yəni cavablayaraq bu ayəyə görə danışdı və öz fikrini, ət barəsindəki öz fikrini, öz görüşünü, öz bildiyini, öz inandığını dilinə gətirdi. Ona görə də elmi bir üslubla onun Maidə surəsinin 3-cü ayəsinə olan yanaşmasının nə qədər doğru olmadığını bildirmək üçün biz də məhz Maidə surəsinin 3-cü ayəsini təhlil edərək yola çıxmalıyıq. Ebu Hanzala Maidə surəsinin 3-cü ayəsinə dayanaraq deyir ki, uca Allah nə Quranda, nə də ki sünnədə kəsənin kimliyi barəsində heç bir şey beyan etməyib. Halbuki Maidə surəsinin 3-cü ayəsində uca Allah kəsənin kimliyini açıq-aşkar bəyan edir. Bəli,
Doğru eşitdiniz. Maide suresinin 3. ayesinde Uca Allah kesenin kimliğini açık aşkar beyan edir. Devamında da Maide suresinin 5. ayetinde tekrar olarak bir daha beyan edir. Yani hələlik 2 dəfə. Hələlik 2 dəfə. Yani buna dikkat edin, bu makama dikkat edin. Maide suresinin 3. ayesinde ve o cümleden de Maide suresinin 5. ayesinde ayrı ayrı ayelerde Allah Teala et kesenin kimliğini açık, aşkar, net bir şekilde beyan ediyor. Lakin Ebu Hanzala deyir, yoktur belə bir beyan. Ebu Hanzala hələ Maide 3'ten danışır. 5'i heç hələ ələ almayıb. Lakin mən qeyd edərək deyirəm ki, et kesenin kimliği neyinki Maide suresinin 3. ayesinde, o cümleden 5. ayesinde de qeyd olunur. Ayrı-ayrı ayelerde. Maide 3'te hem kesenin kimliğini hem de ki haram olan etlerin növlerini Allah Teala beyan edir. Xüsusilə də her iki ayede özellikle muhatap olanlar kimlerdir? İster Maide 3'te, ister Maide 5'te muhatap olunanlar Müslümanlardır. Allah Teala Maide suresinin 3. ayesinde de 5. ayesinde Müslümanlara hitap edilir. Müslümanlara seslenir. İkinci şəxsin cəmində. İkinci şəxsin cəmində. Gəlin hamılıkla birlikte Maide suresinin 3. ayesine, önce 3. ayesine bir nəzər salaq. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahu Azze ve Celle bu ayeti ne deyir? Hurrimet aleykum. Size haram edildi. Ben bunları daha sonra təzədən bu yani bu Maide suresinin 3. ayesinde Allah Teala Müslümanlara hansı şekilde necə hitap etti, bir daha bunu el alacağım. İndi de el alıram, biraz sonra bir daha təfsilatlı şekilde el alacağım. Allah Azze ve Celle Maide suresinin 3. ayesinde diyor ki hurrimet aleykum. Haram edildi. Kimlere haram edildi? Aleykum, sizlere. Sizlere haram edildi. Sizler dedikdə Allah Teala kimi nəzərdə tutur? Bütün bəşəriyyəti, yoksa ki o bütün bəşəriyyətin içindən sadece Müslüman olanları Allah Teala öz nəzərində tutur. Onları qəsd eləyir. Əlbəttə ki Müslümanları. Hurrimet aleykum, size haram edildi. Ne haram edildi? Hurrimet aleykumul meytetu. Ölü. Ölü et. Ölü bir hayvanın eti size haram edildi. Yani kesilmeden ölüp murdar olmuş bir hayvanın eti size haram edildi. Bir. Veddemu. Yani veddemu dedikdə bu kandı. Yani vav bağlayıcısıyla yine de həmin əvvəlki cümlənin hükmü altına gelir. Yani yine de haram edildi size. Bu sefer ne haram edildi? Kan. Yine de burada hitap kimədir? Tekrarlanmır. Fiil tekrarlanmır. Çünkü fiilin tekrarlanmasına ihtiyaç yoktu. Vav bağlayıcısıyla yaxud ədatıyla vavdan sonra gelen isimler bir önceki cümlenin hükmünün altına girir. Haram bir önceki cümlenin o önceki başlık hissesinde ne ki haramlık daşıyırdı, eləcə də vovdan sonra gelen isimler
hemen o haramlığın altına girirler. Haram hükmünü kazanırlar. Haram olan şeyin hükmünün altına girerler, onlar da haram sayılırlar. Vav bağlayıcısıyla. Vav bağlayıcısının vasitesiyle. Hürrimet aleykumul meytetu. Size haram edildi. Önce ne? Ölü hayvanın eti. Sonra ne haram edildi? Veddemu. Kimedir burada? Burada da bir hitap var. Veddemu. Yani veddemu. Burada sadece gan yaz. Yani gan da haram edildi. Yani ikinci haram edilen şey nedir? Gandı. Burada da hitap var. Kimedir burada hitap? Gene Müslümanlaradır. Ve lahmul khinziri. Ve domuz eti. Ve domuz eti ne? Haram edildi. Aynı zamanda domuz eti de haram edildi. Hemin o fiil, başta gelen hürrime fiili, hansı ki hürrimet olarak gelir. Hemin bu fiil hem kan için geçerlidir. Yani ölü hayvan haram edildiği kimi, kan da haram edildi. Ölü hayvan ve kan haram edildiği kimi, lahmul khinzir, domuz eti de haram edildi. Kitap kimdedir? Kimləredir burada da? Domuz eti deyəndə gene Müslümanlaradır. وَمَا اُهِلَّ لِغَيْرِ اللّٰهِ بِهِ. Allah'tan başkasının adıyla kesilmiş hayvanlar da size haram edildi. Kimedir burada hitap? Gene Müslümanlaradır. وَالْمُنْخَنِقَةُ. Boğulmuş hayvan. Yani boğulmuş hayvanlar da size haram edildi. Kimedir burada hitap? Burada da hitap Müslümanlaradır. وَالْمَوْقُوذَةُ. Yani küt alet ile daş olsun, ağaç olsun, ister de silah olsun, bu kimi şeylerle vurulup öldürülmüş hayvanlar da nedir? Size haram edildi. Kimedir burada hitap? Müslümanlara da hitap. Allah Teala Müslümanları göstererek bunları beyan ediyor. وَالْمُتَرَدِّيَةُ. وَالْمُتَرَدِّيَةُ. Bir yani yerden yaxud da yukarı yerden yıkılarak ölmüş hayvan da size haram edildi. Kimedir burada hitap? Burada bu hitap Müslümanlaradır. وَمَا أَكَلَ السَّبُعُ. Yok. وَالنَّطِيحَةُ. وَالنَّطِيحَةُ nedir? Başka bir hayvanın boynuzu ile vurulup gebermiş hayvan da size haram edildi. Bu isimlerin haram, bunların hamısının qabağında o başta gelen fiil var. Hürrimet. Hamısında zikredilmese belə o fiil var orada. Yoksa ki eğer o fiil orada olmazsa ayetin hiçbir manası kalmır. Sanki sadece o haramlık ayetin başında gelen ölü hayvanın etinin haram olmasını yani məhdudlayır. Sanki sadece ölü bir hayvanın eti haramdır. Ondan sonra gelen kan, domuz eti, Allah'tan başkasının adıyla kesilmiş hayvanlar vesaire, bunların bir hükmü nedir? Bunların da hükmü haramdır. Demek ki bütün bu yerlerde ayda qeyd edilən qan olsun, donuz eti olsun, yaxud da Allah'tan başkasının adıyla kesilmiş hayvan olsun, yaxud da boğulmuş hayvan olsun, küt aletle vurulup öldürülmüş hayvan olsun, hardansa yukarı yerden yıkılarak ölmüş bir hayvan olsun, yaxud da vennatihatu, başka bir hayvanın boynuzuyla vurulup gebermiş bir hayvan olsun, bunların hamısında haramlıq var ve haramlıq da hansı fiilden gelir? Cümlenin başındaki hürrimet fiilinden gelir. Bu hamısında da hitap, özlerine hitap olunanlar Müslümanlardır. وَمَا أَكَلَ السَّبُعُ. Aha. Vəhşi hayvanlar tarafından parçalanmış, yani parçalanıp yiyilmiş hayvanlar da size haram edildi.
Sizə haram edildi. O sizə mənası hardan çıxardırıq biz? Haram edildi mənası hardan çıxırıq? Ayetin başındakı hürrimet aleykum. Bu hürrimet aleykum sizə haram edildi. Daha sonraki haram sayılan bütün o haram olan şeylerin başında var. Yazılmasa belə. Vav'ın vasitəsilə. Ha? Vav'dan sonra gelen haram olunan şeyler hamısı ayetin başındaki o haramlığa daxil olurlar. O haramlığı kazanırlar. Necə ki ölü, heyvan, hürrimet, o hürrimet fiiliyle haramlık kazandı, onun haram olduğu bildirildi, başa düşüldü. Eləcə də ölü heyvandan sonra gelen qan, donuz əti və hamısı həmin o fiillə haramlığı kazanır və burada da xitab olunan kimdir? Müsəlmanlardır. O aleykumda bütün bu sonraki haram olunan şeylerin başında var. Devamında Allah Azze ve Celle deyir ki İlla mâ zekkeytum. İlla bu istisnadır. Bu istisnadır. Burada Allah Teala istisna eləyir. Yani zikrettiği bu şeyin hükmünü, bu şeyi haramlık hükmünden çıkardır. Bu indi qeyd edəcəyim şey artık haramlık daşımır. Halallık daşıyır. Halal olan şeydir. İlla mâ zekkeytum. İlla mâ zekkeytum. Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Aha! İlla mâ zekkeytum deyərkən Allah Teala kimə xitab etdi? Müsəlmanlara xitab etdi. Xitab edərək ne dedi? Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Yəni nədir? Halaldır. Yəni ölü heyvan deyilsə, başa düşürsünüz? Yəni donuz əti deyilsə, Allah'tan başkasının adıyla kəsilməyibsə, boğularaq öldürülməyibsə, küt alətlə öldürülməyibsə, hardansa yıxılaraq ölməyibsə, başka bir heyvanın boynuzuyla da ölməyibsə, vəhşi heyvanlar tərəfindən parçalanmayıbsa, bu siniflərin heç birindən deyilsə, bu siniflərdən olmayan bir heyvanı canı çıxmadan önce kəsərsə müsəlman, kəsdiyi ət halal olar. Birbaşa, yenə də artıq burada xitab olunanlar kimlərdir? Müsəlmanlardır. İllə mə zəkkeytum. Və mə zubihə alən nusubi. Dikinə qoyulmuş deyir, daşlar üzərində kəsilmişdir heyvanlar, daha sizə haram edildi. Yəni, hürrimet aleykum. Gene o ayetin başındaki hürrimet aleyküm'e girir. Dikine koyulmuş taşlar üzerinde kesilmiş hayvanlar da nedir? Haram edildi. Kime haram edildi? Siz Müslümanlara. وَاَنْ تَسْتَقْسِمُوا بِالْاَزْلَامِ وَاَنْ تَسْتَقْسِمُوا بِالْاَزْلَامِ Fal oklarıyla geleceği öğrenmek istemek veya da pay bölmek size haram edildi. Orada da kime muhatap olunur? Allah Teala kime hitap eləyir? Yine de Müslümanlara hitap eləyir. Bu müşriklerin adetidir. Fal oklarıyla yani geleceği öğrenmeyi istemek, ya cəhd göstermek, vaqiədə bunu tətbiq etmek və yaxud ət paylarını bölüşmek, bu müşriklerin, kafirlerin adetləridir. Belə bir adətdən Allah Teala Müslümanlara hitap ederek belə bir adetdən çekindirir onları. Gene hitap Müslümanlaradır. Zalikum fisk. Bütün bunlar günahdır. İster ayrıca fal okları ile
gələcəyi öyrənmək olsun, yaxud da ət paylarını bölmək, istər də ayətin başında qeyd edilən haram ətlərdən yemək, yaxud bunlar hamısı nədir? Günahdır. Sonra devamında Allah Azze ve Celle ne deyir? El-yevme ye'isellezine keferu min dinikum. Bugün kafirler ne etti? Dininizden ye'isel. Bugün kafirler dininizden ellerini üzdüler. فَلَا تَخْشَوْهُمْ وَخْشَوْنِ. Onlardan korkmayın, menden korkun. Onlardan korkmayın diyende Allah Teala kime hitap edir? Gene de Müslümanlara hitap edir. Menden korkun diyende Allah Teala kime hitap edir? Yine de Müslümanlara hitap edir. Yani dikkat edin. Bu qeyd ettiğim məqamlar herkesin başa düşmesi gereken məqamlardır ki, insanlar bu ət barəsində olan ayələri anlamadıkları üçün, hətta özlərini elmə nisbət edənlər yanlış hökmlər verirlər ət barəsində və saysız hesabsız insanların haram ətlərdən yemələrinə səbəb olurlar. Devamında Allah Azze ve Celle ne deyir? فَلَا تَخْشَوْهُمْ. Yani diyor ki وَخْشَوْنِ. Onlardan korkmayın, benden korkun dedikten sonra Allah Teala ne dedi? El-yevme ekmeltu lekum dinekum. El-yevme ekmeltu lekum dinekum. Bugün sizin dininizi sizin için yani kamil ettim. Kamil ettim. Kimedir hitap? Tabii ki Müslümanlaradır. Allah Teala İslam dininden danışır ve Müslümanlara seslenir. Bugün dininizi sizin için kamil ettim. Yine hitap Müslümanlaradır. Ve etmemtu aleykum ni'meti. Ve etmemtu aleykum ni'meti. Ne demek ki ve etmemtu aleykum ni'meti? Size olan nimetimi ne dedim? Tamamladım. Burada da hitap kimleredir? Tabii ki burada da hitap Müslümanlaradır. وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ dinen. Ve sizin için din olarak İslam dinini beğenip seçtim. Kimedir burada hitap? Burada hitap gene Müslümanlaradır. Buna kadar hitap ancak ve ancak Müslümanlaradır. Məhz Müslümanlaradır. Devamında diyor ki فَمَنْ اِتُّرَّ fi mahmasatin gayra mutecanifin tamam ne dedi? Li ismin fe innallâhe gafurur rahim. Azlık yüzünden çetinliğe düşerse günaha meyletmek niyetinde olmayarak yani zaruri ihtiyacını ödeyecek kadar bu haram etlerden yiyebilir. Fe innallâhe gafurur rahim. Hiç şüphesiz ki Allah bağışlayandır, rahmedendir. Ve burada da ne anladık biz? Burada da mən şərt ədatından qəsd edilən kimlərdir? Əlbəttə ki, Müslümanlardır. Maidə surəsinin 3-cü ayəsində qeyd edilən ikinci şəxsin kişi cinsinin cəmi üçün olan bitişik yazılan şəxs əvəzliklərinin hansı ki az öncə qeyd elədim. Hürrimet aleykum kum əvəzliyi sizlərə haram edildi. Bir. Sonra gəlir orada İllə mə zəkkeytum nedir? Yani canı çıxmamış kəsdiyiniz heyvanlar
sizin özünüzün canını sıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Zəkkeytumdakı tum bitişik yazılan şəxs əvəzliyi. 2. Və ən təstəqsimu, yəni sizlərin fala baxması, yəni fal oxları ilə fala baxmanız. Vav var. Burada da indi vav feilin başındakı tə ilə birlikdə feilin sonundakı vavı bir araya getirdikdə burada ikinci şəxsin cəmi nəzərdə tutulur. Cəmi nəzərdə tutulur. Yəni feilin başındakı tə hərfi şəxs əvəzliyi olmasa da, indiki zamanı bildirən tə hərfi olsa da, indiki zaman üçün özəlliklə olan bir hərf olsa da, lakin bu feilin sonunda vav gələrsə, biz başa düşürük ki, buradan qəsd edilən ikinci şəxsin cəmidir. Kişi cinsi üçün ikinci şəxsin cəmidir. Vav bitişən şəxs əvəzliyidir. Eyni zamanda dinikum sizin dininizdən, kum şəxs əvəzliyi. Fələ təxşavhum, təxşav onlardan qorxmayın. Buradakı vav bitişik şəxs əvəzliyi. Vəxşavni buradakı vav. Ləkum, kum şəxs əvəzliyi. Dinəkum sözündə sizin dininizi, kum bitişik yazılan şəxs əvəzliyi. Ətməmtu aleykum, aleykum sizin üçün, sizin üzərinizə tamamladım. Kum şəxs əvəzliyi. Raditu ləkum, ləkumdakı kum şəxs əvəzliyi. Bütün bunlar, yəni bütün bu bitişik yazılan şəxs əvəzlikləri ikinci şəxsin kişi cinsi cəmi üçün olan bitişik yazılan şəxs əvəzliklərinin hamısı kimlərə birbaşa xitab edir? Həm də birbaşa müsəlmanlara, iman getirənlərə xitab edir. Və həmçinin də ayənin sonunda keçən mən, fədən sonra gələn mən, fəməni turra, mən şərt ədatıyla qəsd edilən məhz müsəlmanlardır. Müsəlmanlardır. Bu ayədə keçən ikinci şəxsin, kişi cinsinin cəmi üçün olan bitişik yazılan şəxs əvəzliklərindən və həmçinin də ayənin sonunda qeyd edilən şərt ədatından yola çıxaraq məhz ilk etapda bu ayəyə görə heyvanı kəsən şəxsin mütləq müsəlman, ayrıca da Maidə surəsinin 5-ci ayəsində Allahın bütün kafirlərdən istisna etdiyi kitab əhlindən birinin olmasının vacibliyini çox güclü bir istinbat metodu ilə əsaslandıra bilirik. Yəni Maidə surəsinin o 3-cü ayəsi başından sonuna qədər müsəlmanlara xitab edir. Nə qədər Maidə surəsinin sadəcə fələ təxşəvuhum vəxşəvni onlardan qorxmayın. Orada hum var, o heç, o şey müsəlmanlardan qeyrisinə söhbət gedir. Amma o humdan qabaqçı vav müsəlmanlara aiddir. Fələ təxşəvuhum onlardan qorxmayın. Vəxşəvni məndən qorxun. İkinci şəxsin cəmində, Maidə surəsinin 3-cü ayəsində ikinci şəxsin cəmi üçün gələn nə qədər bitişik yazılan şəxs əvəzliyi varsa, kum, tum, yaxud vavul cəmaə hamısı birbaşa müsəlmanlara xitabdır. Belə olduğu təqdirdə və özəlliklə orada Allah Taala qeyd eləyir, ayətin də bir yerində açıq-aşkar da qeyd eləyir, deyir, illə məzəkkeytum. Deyir, vəhşi heyvanları tərəfindən parçalanıb yeyilmiş heyvanlar da sizə haram edildi. Deyəndən sonra deyir, illə məzəkkeytum. Canı çıxmamadan öncə sizin kəsdikləriniz müstəsnadır. Sizin kəsdiklərinizdən başqa. Yəni, canı çıxmadan öncə sizin kəsdikləriniz o haram olan ət sinifinə daxil deyil. Bu məqamda da açıq, aşkar da yenə müsəlmanlara Allah Taala xitab eləyir.
bundan sonra Ebu Hanzala ve yaxud da Ebu Hanzala'nın düşüncəsində olan və özlərini elmə nisbət, elmə və dəvətə nisbət edən dəvət və elm insanları kimi tanınan şəxslər necə deyə bilərlər ki, Maidə surəsinin yəni ümumiyyətlə Quranda və sünnədə Allah Taala əhli kəsənin kimliyini bəyan eləməyib. Mən hələ Maidə 3-dən danışıram. Mən hələ başqa ayəyə də keçməmişəm. Sadəcə bir saata yaxındır Maidə 3-dən danışıram və əgər məni başa düşürsünüzsə, anlamalısınız ki, Maidə surəsinin 3-cü ayəsi başından sonuna qədər ancaq və ancaq və ancaq müsəlmanlara xitabdır. Yəni ayrıca da Maidə suresinin 5-ci ayəsində Allahın bütün kafirlərdən istisna etdiyi kitab əhlindən birinin olmasının vacibliyi də həmin o Maidə 5-də bəyan edilib ki, o ayəyə görə də, Maidə 5-ə görə də əhd kəsənin bir daha başqa bir yeni bir kimliyi təyin olunur. O da kitab əhlindən bir nəfər olmalıdır. Onu da inşallah qeyd edəcəm daha az sonra. Gəlin həmən şərt əvəzliklərini o cümlədən də şərt ədatını tək-tək analiz edərək kəsənin kimliyinə necə işarə, Allah Taala'nın kəsənin kimliyinə necə işarət etdiyini addım-addım yəni ağlımızla, şuurumuzla, qəlbimizlə dərk edib anlamağa çalışaq. Allah Azze ve Celle Maidə surəsinin 3-cü ayəsində nə deyir? Ən başda deyir, Hürrimət aleykum, sizə haram edildi. Hürrimət aleykum, sizə haram edildi ifadəsindəki aleykum cər hərfindən, alə cər hərfindən sonra gələn kum bitişik yazılan şəxs əvəzliyi, hansı ki sizə mənasını verir, sizə. Birbaşa müsəlmanlara xitab edir. Bu kitabdan yola çıxaraq, əhli kəsən şəxsin kimliyi, yəni müsəlman olması barədə çox qüvvətli iki hökm çıxarılır. Birincisi, kitabın müstəqilliyi hökmü. Kitabın müstəqilliyi hökmü. Şəriətdə bir hökm xüsusi bir qrup üçün haram və ya halal olaraq qoyulursa, bu o deməkdir ki, həmən yəni hökmün tətbiqi və icrası da yalnız o qrupun daxili qanunlarına tabidir, o toplumda olanlara aiddir. Məntiqi izah. Necə bunu başa düşə bilərik? Allah bu ətlər, yəni sizə haram edildi deyəndə müsəlmanları qəsd etmişdi. Bu ətlər sizə haram edildi buyurmaqla ki, biz də başa düşdük ki, sizə deyəndə müsəlmanlar nəzərdə tutulur. Müsəlman cəmiyyəti üçün müstəqil bir hüquq çərçivəsini eləyir, çizir, qoyur. İslamda heyvanın kəsilməsi bəsit bir mətbəx işi deyil. Allah'a yaxınlaşmaq və onun adını ucaltmaq üçün edilən şuurlu bir ayindir. Yəni ibadətdir. İbadətdir, ibadət. Kitab müsəlmanlara edildiyi üçün bu kəsimi, ibadət olan kəsimi icra edən subyekt də mütləq bu kitabın aid olduğu bir toplumun üzvü, yəni müsəlman olmalıdır. Dindən çıxmış mürtədin və ya bütpərəst bir müşrikin bu daxili, yəni nizama, yəni topluma və yaxud da bu topluma kəsim yolu ilə müdaxilə etmək hüququ yoxdur. Yəni, dindən çıxan bir mürtədi, yaxud da bir müşriki, yaxud da kitab əhlindən olmayan kafir və müşrikləri bu nizamın, bu tərtibin, bu toplumun yəni içinə daxil etmək
üçün heç kesin belə bir haqqı, hüququ yoxdur. İkinci əsas məqam kitabın subyekti uyğunluğu. Yəni müxatab və icraçı eyniliyi prinsiplərinin hökmü. Əgər kəsən şəxsin kimliyinin, yəni müsəlman olub olmamasını, necə ki, bunu Əbu Hanzala və onun düşüncəsində olanlar qeyd edirlər ki, ət kəsəni mühümdür. Yəni, ət kəsən kim olursa olsun, ola bilər. Yəni, çünki ət kəsənin kimliyi deyir, Allah tərəfindən bizə bildirilməyib deyir Quran və sünnədə. Onu indi qeyd edirəm. Əgər kəsən şəxsin kimliyinin müsəlman olub olmamasının heç bir önəmi olmasaydı və kafirin də kəsdiyi halal sayılsaydı, o zaman ayədəki sizə haram edildi kitabın müstəqilliyi, yəni belə bir kitabın müstəqilliyi və yəni mütləqliyi pozmardı. Belə bir kitabın müstəqilliyi və mütləqliyi qalmazdı. Yəni belə bir kitab müstəqildir. Kimin haqqında müstəqildir? Kimlərə aid edilir? Kimlərə itlaq edilir? Kimlər üçün keçərlidir? Hurrimet aleykum deyə də müsəlmanlar üçün. Allah deyir, sizlərə haram edildi. Əgər biz də desək ki, kəsən şəxsin kimliyinin heç bir önəmi yoxdur, o zaman Allah Taala'nın Maidə surəsinin 3-cü ayəsində hurrimet aleykum deməyinin heç bir mənası qalmır. Heç bir mütləqliyi və müstəqilliyi qalmır. Yəni ayədə müsəlmanlara xitabən bütlər adına kəsilən və Allahdan başqasının adı çəkilən ətlər haram edilir. Bunu hamımız başa düşdük. Bir müşrik və ya mürtəd İslamı və Allahın qanunlarının qəbul etmədiyi üçün onun kəsim əsnasındakı daxili vəziyyəti hər zaman bu haramlıq riski altındadır. Bu haramlıq riski içindədir. Hər zaman. Allah müsəlmanlara ayətin başında deyir, hürrimət haram olundu. Kimlərə? Aleykum. Alə sözündən sonra gələn kum var. Cər hərfindən sonra gələn kiçik yazılan şəxs əvəzliyi ilə xitab edərək, müsəlmanlara xitab edərək, yemək istədikləri ətin halal olmasının vacibliyini onların nəzərinə çatdıraraq bu xüsusda müsəlmanları ayədə qeyd edilən haram olan ətləri yeməkdən çəkindirərək onlara bu məsələdə harama düşməmək üçün qorunmalarını edir, tələb edir. Müsəlman yalnız o ətdən əmin ola bilər ki, onu kəsən şəxs də onunla eyni inancı, İslamı paylaşır. Buradan aydın olur ki, kitabın müsəlmanlara edilməsi kəsənin də müsəlman olmasını dolayısıyla tələb edir. Bəli. Yəni, müxatab və icraçı eyniliyi nə deməkdir? Müxatab və icraçı eyniliyi. Müxatab yəni xitab olunan tərəf. Kimlərə ki Allah Taala xitab edib, səslənib. Kimlərə ki Allah Taala səslənib. Sizlərə haram edildi. Sizlərə kim? Müsəlmanlara yəni. Maidə surəsinin 3-cü ayəsindəki ikinci şəxsin, kişi cinsin cəmi üçün olan bitişik yazılan şəxs əvəzlikləri ilə birbaşa müraciət edilən Allahın qoyduğu qanunlara təslim olub, həmən o qanunları qəbul edib icra edən tərəfdir. Yəni, müsəlmanlar. Ona görə deyir, sizə haram edildi. Ona görə deyir ki, canı çıxmadan sizin kəsdikləriniz müstəsnadır. İcraçı əməl edən subyektdir. Ayədə qoyulan qanunun daxilində, Allahın qoyduğu qanunun daxilində fəaliyyət göstərən, yəni heyvanı kəsən və ətini hazırlayan şəxsdir. Eynilik prinsipləri
muhatap ile icraçı arasında eynilik prinsipləri isə o deməkdir ki, bir qanun müəyyən bir qrupa kitaben onların dinini, inanclarını qorumaq üçün qoyulubsa, o qanunun icrası, yəni burada isə qeyd edilən təbii ki, heyvanın kəsilməsidir. O qanun icrası, yəni heyvanın kəsilməsi sahəsində də eyni inanca sahib olan insanlar, yəni müsəlmanlar durmalıdırlar. Müsəlmanlar olmalıdırlar. Yəni hitap olunan şəxslə muhatap, o işi görən şəxs icraçı dini kimlik baxımından eyni olmalıdırlar. Bir daha qeyd edirəm. Əziz qardaşlarım, yaxşı dinləyin. Bax, mənim bu danışdıqlarımı həm özlərini elmə nisbət edənlər, həm də ki, avam təbəqə başa düşmədikləri üçün yanlış verilən fətvalara uyaraq illərlə özlərini haram ətlərlə bəsləyirlər. Övladlarını haram ətlərlə bəsləyirlər. Ona görə qulaqlarınızı yaxşı-yaxşı açın ki, başa düşəsiniz və elimsiz verilən fitvalara uyub nə özünüz, nə də övladlarınız bu haram ətləri yeməyəsiniz. Yeməkdən uzaq durasınız, qoruyasınız özünüzü. Yəni, hitap olunan şəxslə muhatap, o işi görən şəxs, icraçı, dini kimlik baxımından eyni olmalıdır. Yaxşı, hitabın subyektə uyğunluğu nə deməkdir bəs? Hitabın subyektə uyğunluğu. Buradakı, yəni, məntiq budur ki, şəriət əmirləri və qadağaları, yəni şəriət, yaxud da Allah əmirləri və qadağaları qoyarkən, qanunun məqsədi ilə o qanunun tapşırdığı insanların vəziyyəti arasında tam bir uyğunluq axtarır. Bir daha qeyd edirəm. Allah Azze ve Celle əmirləri və qadağaları qoyarkən, qoyulan qanunun məqsədi ilə, çünki o qoyulan qanundan bir məqsəd var. O harama düşməmək, o günaha etməmək. Qoyulan qanunun məqsədi ilə o qanunun tapşırıldığı, kimlərə Allah səslənir? Müsəlmanlara. Tapşırıldığı insanların vəziyyəti arasında tam bir uyğunluq axtarır. Çox mühümdür bunları başa düşmək. Allah müsəlmanlara aleykum, sizə və yaxud da sizlərə sözü ilə kitab edərək, ayətin ən başında və yaxud da daha sonraki bitişik yazan şəxs vəzifələrini fərq eləməz. İstəyir ən başında, daha sonrakında fərq eləməz. Kitab edərək, onlardan bütpərəstliyin hər növündən, yəni öncəliklə bütün haram ətlərdən, o cümlədən bütpərəstliyin hər növündən Allaha şərik qoşmaqdan təmiz olan bir kəsim tələb edir. Allah müsəlmanlara sizə bu haram edildi. Haram edildi kimlərə? Sizlərə. Və bu bitişik yazılan şəxs vəzifələrini təkrarlamaqla dəfələrlə 10 və yaxud 11 dəfə təkrarlamaqla bu sözlərlə müsəlmanlara xitab edərək onlardan yəni müsəlmanlardan bütpərəstliyin hər növündən Allaha şərik qoşmaqdan təmiz olan bir kəsim tələb edir. Bu kitabın mənasına tam uyğun gəlmək üçün heyvanı kəsən şəxs də bu inancı, yəni daxilən daşıyan bir subyekt, yəni müsəlman olmalıdır. Baxın, çox mühümdür. Bu məqamlar çox mühümdür. Bu kitabın, yəni Allahın bizə olan kitabının mənasını tam uyğun gəlmək üçün, uyğunluq olsun deyə bizimlə o kitab arasında heyvanı kəsən şəxs də bu inancı daxilən daşıyan bir subyekt müsəlman olmalıdır. Əgər heyvanı kəsən şəxs İslamı tanımayan bir müşrik və ya İslamdan çıxmış bir mürtəd olsa və yaxud da kitab əhlinin dışında onlardan olmayan müşrik və kafirlərdən olsa, şəriət qanunun ruhu ilə icraçının kimliyi arasında
uygunsuzluk, ziddiyet yaranar. Çünkü Allah'ın koyduğu kanunu ve hemen kanunun mütlak sahibi olan Allah'ın özünü kabul etmeyen bir şəxs Müslümanların qidalanma hüququnu, yani ət kesimini ve dinini temsil eden bir ibadeti icra edebilmez. Bir daha qeyd edirəm. Eğer heyvanı kesen şəxs İslam'ı tanımayan bir müşrik veyahut da İslam'dan çıkmış bir mürted veyahut kitap ehlinden olmayan kafir ve müşriklerden olarsa şeriat kanunu ruhu ile icraçının kimliği arasında uygunsuzluk, ziddiyet yaranar. Çünkü Allah'ın koyduğu kanunu ve hemen kanunun mütlak sahibi olan Allah'ın özünü kabul etmeyen bir şəxs Müslümanların qidalanma hüququnu, yani bu ət kesimini ve dinini temsil eden bir ibadeti, ayini icra edebilen olabilmez. İcra edebilmez. Bir başa düşmek için belki de aranızda benim bu dediğimi başa düşmekte belki de çətinlik çekenler var. Ama başa düşdür de yine de koyun bir misal verim ki yine de herkes için %100 aydın olsun. Sade bir misal, herkesin başa düşeceği bir misal verelim inşallah. Düşünün ki bir ülkenin hərbi nizamnaməsində devlet öz əsgərlərinə müraciət edərək deyir ki, belə buyurur ki, silahlarınızı yalnız nizamnamaya uygun olarak temizleyin ve koruyun. Bak dikkat edin ne deyir ama. Yani ne deyir yani bir ülkenin hərbi nizamnaməsində devlet ne istəyir? Devletin belə bir tələbi var ki, ve həmin tələbini de kime yönəldir? Əsgərlərə. Öz əsgərlərini müraciət edək deyir ki, silahlarınızı yalnız belli bir nizamnamaya uygun, size vereceğim nizamnameye göre temizleyin ve koruyun. Burada, bu misalda tab olunan tərəf kimdir, yaxud da kimlərdir? Devletin öz əsgərləri. Kitabın subyektə uyğunluq prinsipi bize deyir ki, o silahları temizleyen ve koruyan şəxs də, yəni icraçı, mütləq həmən ordunun daxilindən olan bir əsgər olmalıdır. Kənar bir şəxsin, yəni müşrik, mürtəd ya da kitab əhlindən olmayan bir, yəni kafir müşriklərin, kənar bir şəxsin veya ordudan qaçmış bir fərarinin, istər o qaçan mürtəd olsun, məsələn deyir amma bənzətmədir, bu bir bənzətmədir. Siz başa düşürsünüz deyənə, mürtəd olsun, müşrik olsun, kitab əhlindən olmayan müşrik və kafir olsun. Kənar bir şəxsin və yaxud da məsələn ordudan qaçmış, əsgərlikdən qaçmış bir fərarinin gəlib o silahların həmən o nizamnaməyə görə təmizlədiyini iddia etmələri onlardan qəbul olunmaz. Çünki hitap məhz o orduda olan əsgərlərə aiddir. Kənar şəxsi aid deyil. Ordudan qaçan fərariyə aid deyil. Orada qalana aiddir. Orada mövcud olana aiddir. Çünki xitab məhz əsgərədir, həmin o əsgərlərə. İcraçı da həmin o əsgərlər olmalıdır. Yəni, heç bir halda nə kənar bir şəxs nədir ki, ordudan qaçan bir fərari, muhatap, bu devletin muhatabı ola bilməz. O məsələdə muhatabı deyil, sayılmır. İndi bunun üzərindən də az öncə dediklərimi, yəni ət məsələsində ki, o məsələni başa düşməyə çalışın.